Bir-iki dəfə belə siqnalını verir. Salam hesabı ki siz ara bir yerde. Bu dönem çəkmişdim bu değil mi? Bana elə bir cəzək gəlmişdi. O vaxt dostu deyəsən 5 dəfə də baxdım. Baxdı yəni. Varsa verin ama buna göre yani mesela borca girmek yaxşı değil en az. Bir toy üçün 3, 4, bəzən isə 10'a yaxın avtomobil icarəyə götürülür. Avtomobillərdən biri gəlinin şadlıq evinə aparılması üçün, digərləri isə sadəcə onun ətrafında maraqlı görüntü yaratmaq məqsədi ilə idarə olunur. Son günlər paytaxt yollarında eyni rəngdə, eyni modeldə avtomobilləri görmək mümkündür. Bu nəqliyyat vasitələrinin əksəriyyəti icarəyə götürülür. Avtomobillərin icarəsi Bu arada Özgür Uşaqlar bu arada Özgürüm. Uşaqlar bu şəkili dəyişmişəm, bunu qoymuşam. Bu Samsung Galaxy A51'lər. Samsung Galaxy A51'lər. Çaşdım aləmi burada bir-birinə. Samsung Galaxy A52 şəkillərdə belə çərəzab olur. Bunu yapmışam. Ciyam şaba gördüğünüz gibi. Hamısı içində olur. Maşının dəyəri artdıqca qiymətlər qalxır. 150 minlik maşın olanda qiymətlər qalxır. Məsəl üçün olur 6 maşın məsəl üçün 900 manat. Bu ne gözükür? meselelerini gündeme getirdi. Götürür gedir qız evinə restorana. Restorana çatır, bəlkəni düşəndən sonra bizim maşına qayıdır. Bu hemen ki yerə girdi yeməyi yenə laqdan verirəm. Uşaqlar. Bir maşın olur 300-350 manat. Sosiolog Üzeyir Şəfiyev deyir ki, bu cür hallar cəmiyyətə diqqət çəkmək istəyi ilə əlaqədardır. Onun fikrincə, bəzən insanlar toy karvanını daha təmtəraqlı göstərmək üçün kredit götürür və ya sırf bu məqsədlə borc şəraitində və insanlar onu həyata keçirməyə çalışırlar. Təşkildə olunur ki, toy karvanında 5-dən yuxarı maşın olmamalıdır. Əslində bu tədbirə layiq bir təklifdir. Sosiolog bildirdi ki, hazırda toy karvanlarında avtomobil sayının azaldılması vacibdir. Eləcə də bir sıra adət-ənənələr də var ki, onların da rəhbərinə ehtiyac var. Xələf Xələfov, Əli Ələkbərov, İlham Kəliyevi xəbər etməsi. Gəlin indi övlad məsələsində dostlar. Ailədə ilk ortancıl və son uşaqların taleyi kimi hansı yük düşüb? Bax bu da maraqlı bir araşdırmadır ki, bizim müxbirimiz bəli edib. Ayşə gəlin onu maraqlı Hansı sırada doğulmaq sərfəliymiş biz dünyaya gəlmişik.
Məlumat zaten həmişə beləsinə çıxır. Hər kəsə inanır, hər şeylə yaxşısı ondan olur. Elə bir ki, adam əsəbi heç belə eləmiş. Onun üzərinə yönləndirir, oturtaq yatan ayrı. Mən gördüm ki, mənim qardaşıma daha önəm verir kim məndən. Düzdür, ana axıdaydım ki, eyni şey. Mən bunu hiç yoxlamamışdım deyəsən uşaqlar. Uşaqlar, mən video çəkməmişsən qabaq. Okey, tamam, yaxşı oldu sizin yanınızda göstərdim. Ailənin ilk övladı valideynlərin bütün gözləntilərini və təcrübəsizliyini üzərində çalışır. En küçük övlad ailənin mühafizəsi uzun müddət himayə altında qalır. Valideynlər artıq risk etməyə meyilli böyüyürlər. Psixolog Xatib Abdullayeva deyir ki, uşağın doğulduğu sıra onun xarakterinə, məsuliyyət hissinə və gələcək münasibətlərinə ciddi təsir göstərir. Yarıda hamısı demişim, bir dənə yeni bir çəkirəm uşaqlar. Boş da video. Sağ olun, sabah qalın uşaqlar. Uşaqlar. Sağ olun, sabah qalın uşaqlar. 5000 100 bin like-da tamamı gələcək YouTube üçün. Biraz yavaş çəkirəm də bir. Hər gün çəkirəm də bir. Aradasın. Sağ olun. Abone olun, like atmayı unutmayın uşaqlar. Sağ olun, sabah.